2025-ci ilin idman paytaxtı olmuş Qəbələ rayonu icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, idman qurumlarının nümayəndələri, rayon ictimaiyyəti, idmançılar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümumilli liderimizin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir zamanı cüdo, güləş, ağırlıq qaldırma, şahmat, qol güləşi və digər idman növləri üzrə nümunəvi çıxışlar təqdim olunub. Ümumilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin uğurlu siyasətindən bəhs edən kitablar sərgidə nümayiş etdirilib. 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə Qazax şəhərində idman paradı və idman paytaxtının açılış mərasimi də keçirilib. Əvvəlcə Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısında idman ictimaiyyətinin iştirakı ilə idman yürüyüşü başlanıb və Heydər Əliyev parkında idman federasiyaları, idman qurğuları, idman səfirləri, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər. İdman paytaxtının açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ulu öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib. Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Ağırlıq Qaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bədən tərbiyəsi və idman günü münasibətilə hər kəsi təbrik ediblər. Tədbirin bədii hissəsi Aşıq Samir Cəlaloğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. İdman səfiri Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika, gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Bildiyiniz kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin kollegiya iclasının qərarına əsasən Qazax 2026-cı il idman paytaxtı seçilmişdir. İdman paytaxtı çərçivəsində 2026-cı il ərzində Qazaxda bir çox tədbirlərin, idman yarışlarının, festivalların keçirilməsi nəzərdə tutulubdur. Və bu günün qeyd olunması təsadüfi deyildir. Bildiyiniz kimi ölkəmizdə bugün 5 mart bədən tərbiyəsi idman günü kimi qeyd olunur. Bu əlamətlər günün əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ölkəmizdə idman siyasəti bugün cənab prezident tərəfindən dövrümüzün reallıqlarına uyğun olaraq qətiyyətlə aparılır. Bugün Qazaxda idman bayramıdır. Bugün Qazaxlılar bu günü çox sevinç hissi ilə qeyd edir. Hesab edirik ki, bu il ərzində kütləvi idman tədbirlərinin keçirilməsi ilə yadda qalacaqdır. Günay Hüseynova, Kamran Əskiparalı, Rəvan Məmmədli bugün informasiya proqramı üçün.